Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden ketiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yerda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim inneke hamidun mecid. Bugünkü mevzumuz babun fi mahabbeti ashabin nebiyyi sallallahu aleyhi ve sellem. Peygamber sallallahu aleyhi ve sellemin əshabını, onunla beraber olan kimseyi sevmek fərsli. Yani böyle düşünmeliyik ki, yani biz Peygamber sallallahu aleyhi ve sellemin əshabını, onun dostlarını, onunla hem beraber olan insanları sevməklə mükəlləf mi qılınmışıq yani? Yani bu kadar mühüm mesele değil mi ki alimler hatta bunu öz kitablarına böyle dinin əsas qaynaqlarından olaraqdan vurğulayıblar. Demə, əlbəttə ki, əgər bu məsələ usul kitablarına, əsas iman məsələlərinə daxil olubsa, deməli, həm Peyğəmbər sallallahu aleyhi və səlləmi sevməklə yanaşı, onun sahabələrini sevmək mühümdür. Çünki sahabələr, Peyğəmbər sallallahu aleyhi və səlləm dostları, Peyğəmbər sallallahu aleyhi və səlləmə vəhi nazil olduqda ona şahid olublar, onları yaşayıblar. Onlara olan tərbiyəsizlik birbaşa risaləyinə Peyğəmbər sallallahu aleyhi və səlləmə olan tərbiyəsizlikdir. Kim sahabələr qarşı həddini aşarsa, o birbaşa Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı həddini aşmış sayılır. Düzdür? Düzdür? Bəli. Onun üçün də biz əhl-i sünnə vəl cəma olaraqdan bu məsələni dinin əsas qaydalarından, qaynaqlarından vurğuluyuruq. Əsaslarından da, belə ötülləmə məsələlərindən deyil. Ümumiyyətlə, ötülləmə məsələ yoxdur, belə üzdən gedən məsələlər yoxdur. Amma ki, bu məsələ əsas məsələlərdəndir. Biz Peyğəmbər sallallahu aleyhi və səlləmi və onun sahabələrini qəbul etməliyik. Çünki onlar, sahabələr hamısı risalədə udul sayılır. Çünki Peyğəmbərin vəhinə şahid oldular. Əgər Allah Teala onlarda bir küfür olduğunu bilsəydi, necə ki Əbu Ləhəbin küfrünü olduğunu bildi və ona onun adına uyğun olaraqdan Təbbət yədə Əbi Ləhəbin və Təb ayəsini bütün şəkildə ona xaslaşdırdı, ona məramən nazil etdi. Çünki artıq onun küfrünü bilirdi. Amma ki Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabı barəsində bu qətiyyən olmadığına görə Allah subhanahu wa ta'ala onların barəsində nə bir ayə, nə bir Peyğəmbər öz hədislərində bunu vurğulamadı. Və bu da ona dəlalət edir ki, onlar günahlarda məsum olmasalar belə, Risalənin, yəni Peyğəmbərə göndərilmiş o dinin təbliğatında xəta yol verməyiblər. Çünki Allah subhanahu wa ta'ala Peyğəmbəri göndərdikdə mütləqdir ki, onu təbliğ edən bir kimsələri insanlar içərisində mükəmməl bir insan qılsın. Fərzə Peyğəmbər, Allah Teala Peyğəmbər göndərib və onun yandaşları, dostları, sahabələri pis adamlardır. Və bu Peyğəmbər getdikdən sonra, əgər bu pis insanlardırsa və bu gələcək ümmətə ki, çünki Allahın dini, bu İslam dini, bütün dinlərin elə bir kamilliyidir də, dinlərin bütün tamamlayanı, ta qiyamət gününə qədər İslam dini haqdır. Və belə olduqda necə ola bilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələri pis insanlar olsun? Peyğəmbər sallallahu aleyhi və səlləm dünyadan köçdükdən sonra bəziləri deyirlər ki, murtəd oldular, dindən döndülər. Bu necə ola bilər? Bu iddialar hamısı birbaşa bizə İslam cəmiyyəti olaraq, yəni İslam firqələrindən gəlmiş, bizim dinimizi aşağılamaya çalışan qıraq fikirlərin, qıraq düşüncələrin aramıza bizdə bölgülük və ya ki Peyğəmbərimizin dinində, Allahın dinində, Peyğəmbərin təbliğatının risaləsində bizə şək qazandırmaq istəyən insanların bir düşüncəsidir, rəydir. Bunun üçün də ən gözəl bir məmləkəti, bir toplumu, bir cəmiyyəti, bir gözəl mehriban xalqı yıxmaqdan ötəri onların birbaşa başçısından olsa, onlar hamısı cəmiyyət sənə qarşı yönələcəklər, həm fikir olacaqlar. Bundan ötəri ən gözəl nədir? İnsanların arasına, cəmiyyətin arasına pis insanlar salıb, o başda oturanana qarşı nə layiq sözləri insanları yeritməkdir. Aydındır. Bunu etməyə bacardılar, əlbəttə ki, bacardılar, etdilər. Sahabələr barəsində ağza, yəni dilə gəlməyəcək sözlər istifadə etdilər. Həm Peyğəmbər, həm onun yoldaşları barəsində. Allah Teala Quranda nə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin
yoldaşlar sizin analarınızdır. Və buna baxmayaraqdan onlara dil uzatanlar nə çoxdur. Bunu bacardılar mı? Bacardılar. Çünki şeytan Allah Teala'dan ilk dönəmində əhd almışdı ki, mən insanları nə edəcəm? Azdıracağım və mənə möhlət ver. Və Allahın möhləti üzərə, yenə burada Allah Teala'nın istəyi var, iradəsi var, məşiyyəti var. O da insanları azdırdı. Və buna kim uydu? Kim uydu buna? Bəli. Yəni qəlbində, imanı, etiqadında düzgün məqsəd tutmayan kimsələr uydu bu şeytanın vəsvəsələrinə, şeytanın ağlına. Necə ki, bizdə arazında, məsələn, bu görkəmdə olan insanlara müəyyən sifətlər, müəyyən vəsiflər verir, elə deyil. Və bunlar içimizdə inananlar var. Amma ki, il keçdikdə insanlar marifləndikcə, öyrəndikcə görürlər, yox, əslində bunlar bunun əksiymiş də. Bunların təbliğatındakı, yəni bizlərin əvvəl bizə bildirilmiş, onlar barəsində deyilmiş sözlərə müxalif olaraqdan şeylər görürük bunlarda. Get-gedə marifləndikcə insanlar görürlər ki, bax, belə deyir. Aydındır. Deməli mövzu, bəbun fi məhəbbəti əshab-ı Nəbi sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabəsini sevməyin mühüm olması. Xilafən lirrafidah. Xilafən lirrafidah. Vəl-xavaric və qeyrihim. Əhl-i sünnə vəl-cəmaə Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrini rafizilərə və xavariclərə və nasibilərə nisbət əks olaraqdan sevirlər. Onlar buğz edirlər. Müəyyən bir sahabələri öz ixtiyarlarında, güya özlərə nazil olmuş ayələr təfsirində müəyyən sahabələri İslamdan xaric etdilər və müəyyən sahabələri öz ağıllarına görə İslama daxil etdilər. Aydındır. Xavariclərə kədərik. Əli radiyallahu anhu təkfir etdilər. Və onlara bənzər başqa firqələr. Məsələn, rafizilərin başqa-başqa qolları var. Onlar da ona daxildir. Məsələn, rafizilərdən var. Məsələn, nasibilər. Onlar birbaşa Əli radiyallahu anhu təkfir etməsələr belə, onu bəzən deyirlər ki, təkfir edirlər, kafir görürlər. Amma ki, onun xilafətini münafiq adlandırırlar. Aydındır və s. Bu barədə Şeyxülislam İbn Teymiyyət rahimehullah deyir ki, Əl-Qur'an qad əsnə alə sahabəti fi qeyri mevdi'i. Qur'an bütünlüklə sahabələrə bir neçə yerlərdə onlara Allah Teala Qur'anda, ayələrdə onları tərifləmişdir. Ki, sahabələr yaxşı insanlardır. Onlardan birincisi Allah Teala buyurur ki, Ət-Təvbə surəsinin 100-cü ayəsində وَالسَّبِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنصَارِ وَالَّذِينَ اتَّبَعُونَ بِإِحْسَانٍ رَضِيَ اللّٰهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ. İlk İslamı qəbul edənlər, mühacirlər, ənsarlar və onlara gözəl, xoş şəkildə tabi olan kimsələr, Allah onlardan razıdır. Onlar da Allahdan razıdır. Radiyallahu anhum və ardahum. Aydındır. Radiyallahu anhum və radu an. Bu ayı açıq aydın bizə bildirir ki, Allah Teala o sahabələrdən razı qalıb. Bu ayənin əksi bir ayə olmadığı müddətcə biz heç bir zaman Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrin əks bir təklif və yaxud da əks bir rəy irəli sürə bilmərik. Ki, hətta burada Allah Teala öyür və biz bunu onların bu övgüdən, bu tərifdən, bu rizadan çıxartmaqdan ötəri mütləqdir ki, bunun bir əksi olmalıdır. Və həmçinin Allah Teala buyurur: "La yestəvi minkum men anfaqa min qabl al-fath və qatal. Ulaika a'zamu darajatan min allazina anfaqu min ba'd və qatalu və kullan va'adallahu al-husna." Deməli bizdə Məkkənin fəthindən əvvəl olan sahabələr var və Məkkənin fəthindən sonra. Bunu burada nə üçün vurğuluyur? Bunu nə üçün burada vurğuluyur? Çünki Məkkənin fəthindən əvvəl müsəlmanlara çox əziyyətlər verirdilər. Müsəlmanlara çox əziyyət verirdilər. Müsəlmanlar da biraz deyək ki, dinlərini gözəl şəkildə yaşaya bilmirdilər. Deyir ki, burada Allah Teala Məkkənin fəthindən əvvəl mallarından xərcləyənlə Allah yoluna vuruşanlar o kimsələrlə eyni ola bilməz. O kimsələr ki, Ulaika a'zamu dərəcə minəlləzi, o kimsələr, yəni Məkkənin fəthindən əvvəl Allah yolunda xərcləyən və Allah yolunda vuruşan kimsələr Məkkənin fəthindən sonra mallarından xərcləyən və Allah yolunda vuruşan kimsələrlə eyni ola bilməz.
birincilər Məkkənin fəthindən əvvəl Allah yolunda xərcləyib cihad edən kimsələr ikincilərdən daha üstündürlər. Lakin Allah Teala hər iki firqəyə də topluma da, sahabə toplumuna gözəlliklər, xoşluqlar vəd etmişdir. Ne üçün? Dediyim kimi, Məkkənin fəthindən əvvəl sıxıntılar var idi, əziyyət var idi. Müsəlmanlar çətinlikdə idilər. Bu zaman malından xərcləyən kimsə ilə uca artıq deyək ki, sülh qazandıqdan sonra, artıq sülh yer üzərində bərqərar olduqdan sonra xərcləmə eyni ola bilməz də. Bu da onu bildirir ki, bizə sıxıntı anında, çətinlik anında olunan ibadətlər digər vaxtlarda olan ibadətlərdən daha üstündür. Aydın. Sonra Allah Teala buyurur ki, Muhammedun Resulullah. Muhammed Allah'ın elçisidir. وَالَّذ۪ينَ مَعَهُ اَشِدَّءُ عَلَى الْكُفَرْ وَحَمَاءُ بَيْنَهُمْ. Onunla beraber olan kimseler, peygamberle beraber olan kimseler, kafirlere karşı sert ve birbirlerine karşı özlerinin arasında ise merhametlidirler. Aydın. Tarahum rukkan succeden yebtaguna fadlan min Allah ve ridvana. Onları secde rükû eden ve secdeye kapan görürsen. Ve Allah'ın lütfunu ve Allah'ın rızasını aktararlar. Simahum fi vucuhi min ether sucud. Onların deyir üzlerinde secdenin izleri var. Zəlike məsələn fit Tevrat. Bu onların Tevrat'ta olan misalıdır. Allah Teala hem Kur'an'da, hem Tevrat'ta, hem de ki İncil'de onları vəsf edir. İncil'də ise der ki bir kimsenin tohum ekib, o cücərib, o cücərti böyüyüb, möhkəmlənib, ağac halına gəlib, müəyyəndəki bar verəsi vəziyyətə çatdıqda onu əkən sahiblərini sevindirdi kimi, həmçin sahabələr bir vəsf edir ki, Allah Teala onları sevər. Onların misalı ise bu İncil'də keçən misalıdır. Ki bu misalı yəni sahabə ad-bad yox, yəni Peyğəmbərimizin sahabələrin vəsfləri də olur. Allah Teala onlardan razıdır. Sonra gələn ayədə Allah Teala buyurur ki: "Laqad radiyallahu anil mu'minin iz yubayinuke tahta's-şecere fa'alima ma fi qulubihim fa'anzala's-sakinata alayhim ve asabahum fethan qariba." Laqad radiyallahu anil mu'minin iz yubayinuke tahta's-şecere. Allah Teala Hüdeybiye'de ağacın altında sənə bəyət edən kimsələrdən razı qalmışdır. Allah Teala onların qəlblərində olanları bilmişdir. Fəənzəl səkinət aleyhim, onları üzərinə sükunət, rahatlıq indirmişdir. Və onlara yaxın olan bir fəthlə, zəfərlə onları müjdələmişdir. Bu hamısı sahabələr barəsində varid olmuş ayələrdir. Bir sahih hədisdə Əbu Davudda, Tirmizdə keçir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, "La yedhulun nara ahadun bay tahta's-şecere." Ağac altında Peyğəmbərə beyət edən bir kimsə cəhənnəmə daxil olmaz. Aydındır. Demək sahabələr hamısı beyat etmişlər Peyğəmbərimizə. Və buna hər bir insan məfhum odur ki, onlar sahabələr Allahın lütfu sayəsində cəhənnəmə daxil olmayacaqlar. Ya bidayətən cənnətə daxil olacaqlar, yəni ibtidaən birbaşa, və ya ki bizlər kimi əməllərinin sorğu-sualını gördükdən sonra. Başqa bir rivayətdə Buxari Müslim keçində Əbu Səid Xudridən gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm deyir: "La tasubbu ashabi." Mənim sahabələrimi söyməyin. Yəni nalayiq sözlər danışmayın onlar barəsində. "Fəvallazi nefsi biyedih." Nəfsim əlində olan Allaha and olsun ki, and içir Peyğəmbərimiz. Nəfsim əlində olan Allaha and olsun ki, "Ləv ənə əhədəkum ənfəqə mislə Uhudin zəhəbən." Sizdən bir kimsə Uhud dağı boyda bir qızıl sədəqə versə, Uhud dağını belə məsələn görməmişsiniz. Belə deyək də bizim bu arxamızda olan Diri Sobanın dağı yoxdur. Uhud dağı belə bir dənə düz dağ deyil də. Belə çox bu qədər hündür olmayan, lakin belə uzun dağdır. Və təsəvvür edin ki, bu dağ, bu başdan ta ora kimi. Bəli. Yəni o qədərdir ki, sizdən birisi Uhud dağı boyda sədəqə versə, heç de onlardan verən bir kimsənin 2 ovuc sədəqəsinə çata bilməz. Uhud dağı boyda qızıl sədəqə versə, bir təsəvvür edin.
onların deyirik bir ovuc, 2 ovuc verdiyi sədəqəsə çata bilməz. Yəni bunu bildirmək istəyir ki, yəni siz çabalamayın da, ya o qədər əziyyət çəkməyin ki, onların fəzilətinə çatmaqdan ötürü. Çünki onlar birbaşa peyğəmbərin risaləsinin şahid oldular. O əziyyətlərə dözdülər. Əziyyətlərə dözdülər. Birisi də nə qədər sahabələrdən, dindən, bir dənə yəni onlardan dinlərindən döyməyə nə qədər əziyyətlər verdilər onlara. Aydın. Bu da onların fəzilətini qaldırır. Başqa bir hədisdə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem xayrul qurunu qarnul ləzi bu'istu fihi. Yəni, illər içərisində ən xeyirli il mənim peyğəmbərlik olaraq göndərdiyim ildir. O əsrdir. Sonra məndən ondan sonra gələn və ondan sonra gələn. 3 illi, yəni 3 xeyirli əsri burada Peyğəmbərimiz vəsf etdi. Birinci sahabə, 100 illi, sonra tabiin, sonra ətbə tabiin. Aydındır. Yəni sahabələri görmək, yəni belə deyək də, hətta Peyğəmbəri görmək birinci ildir, birinci əsr, 100 illik. Nə qədər fəzilət qazanır, nəyə görə fəzilət qazanır? Peyğəmbərə şahid olduqlarına görə. Aydındır. Demək, sahabələri görən, Peyğəmbəri görən sahabələr böyük bir fəzilət qazandısa, xeyir bir cəmiyyət adlandısa və onları görmək də bu fəzilətə şamil olundu, daxil olundu. Və həmçinin onları görənləri də görənlər artıq burada Peyğəmbərimiz son qoyur ki, yəni 3 il, yəni 100 illik ən gözəl 100 illik sayılır. Və hədihil əhadisu mustafidatun bəl mutavatirun fi fadaili sahabə. Yəni bu hədislərdir ki, geniş miqyaslıdır. Və əlavə olaraqdan onlar yəni mütəvatir hədislərdir. Yəni çox ravilər tərəfindən rivayet olunmuş, bir, iki nəfər tərəfindən yox, belə toplu şəkildə rivayet olunmuş hədislərdir. Sahabələrin vəsf edən səhih hədislər. Siz də deyirsiniz, lazım olmayacaq. Aydındır. Yəni həm onlar fəzilətin bəyan edən, həm ki onların tərifləməsini bəyan edən hədislər. Və onları tənqid etmək, sahabələri tənqid etmək, onları pisləmək birbaşa qadhun fil Qur'an və sünnə. Birbaşa Qur'anı və sünnəni tənqid etmək onu pisləməkdir. Çünki Qur'anı, sünnəni bizə kim gətirdi? Əgər onlar ədalətli deyildilərsə, bizə kim gətirəcək, ədalətsiz gətirəcək dinimizə? Yəni biz adi bir fasih bir kimsədən bir xəbər gəldikdə onu qəbul etmək tərəddüd yanaşırıq da. Fərcə bu cür bir dini, Allahın kitabını, yəni Allah Teala yəni bunları ədalətsiz bir kimsəyə mi həvalə edib ki, özündən sonra, peyğəmbərdən sonra bunları təbliğ etsin? Və s. وَلِهَذَا تَكَلَّمَ النَّاسُ فِي تَكْفِيرِ رَافِضَةِ بِمَا قَدْ بَسَطْنَا فِي غَيْرِ ذَا حَدَمُونَ. Bunu Şeyxülislam İbn Teymiyyə deyir ki, yəni bu mövzuya başqa yerlərdə bundan dolayı, yəni bu səbəbdən dolayı ki, biz rafizlərin təkfir olunmasına bəyan etmişdik. Çünki sahabələr söyməyi, onları ədalətini salmaq birbaşa Qur'anın və sünnənin ədalətini, yəni onun səhilinə xələl gətirdiyinə görə bunu küfr sayılır. Və həmçində İbn Teymiyyə rahimehullah deyir ki, Əl-qatu fi ghayril qurun, əl-qatu fi xeyril qurun, xeyirli yüzilli tənqid etmək, onları pisləmək, hansı ki o nəsil peyğəmbərə şahid olmuşlar, peyğəmbərin dostları idilər. O birbaşa peyğəmbərə qarşı tərbiyəsizlikdir. Onun peyğəmbərin özünü tənqid etmək sayılır. Necə bunu kəmə qalə Məlik və qeyr min əyimmətil ilm. İmam Məlik və başqa ilm əhli də bunu bəyan etmişdirlər. Həuləl-ləzîne ta'anu fi ashabi Rasulillahi sallallahu aleyhi və səlləm innəmə ta'anu fi ashabihi. Deyir ki, onlar deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrini pisləmişlər, nəlayiq sözlər işləmişlər. Onlar birbaşa öz Peyğəmbərin sahabələrini pisləyən kimsələrdir. Onlardan deyirlər ki, rəculun su, kəni ashab Rasulullah su, Peyğəmbər sallallahu aleyhi və səlləm, o kişilər pis kişilər idi. Peyğəmbərin sahabələri pis insanlar idi. Belə nalayıq adlar işlədirdilər. وَلَوْ كَانَ رَجُلًا صَالِحًا لَكَانَ أَصْحَابُهُ صَالِحًا. Bunun birbaşa Peyğəmbəri ləkələmək istəyirlər. Birbaşa ləhə. Dediyimiz ki, məsələn, qeyri-müsəlmanlar
Məsələn, Yahudisi olsun, Nasranisi olsun, Xəçbəlisi olsun. Bunlar birbaşa İslamı hücum edə bilmirlər. Daima çox cəhətlər göstəriblər, amma alınmır da. Aydındır. Nə qədər əl uzatmaq istəsələr də, lakin Allah Teala onlar istəməsə belə öz dinini tamamlayacaq. Və onlar neyi yaratdılar? Belə bir rafizilər kimi belə bir firqə yaratdılar. Güya bunlar Peyğəmbəri sallallahu aleyhi və səlləmi, sahabələrini, əhl-i beytin sevirlərmiş. Və əslində bunun altında yatan nədir? Birbaşa İslam'a qarşı təbliğat. Aydındır. Belə düşünün. Bir var bizim yaşadığımız, bildiyimizin İslam. Bir var Yahudi və Nasrani, bir də var Rafizi. İslam dinin düşüncə, təfəkkür, fikir, halal, haram, küfür ayrı olduğu kimi Yahudilər, Nasrani ayrı deyil fikirlər və həmçinin Rafizlər də eyni. Yəni bizim bildiyimiz İslamla onların qarşı-qarşıya qoysaq, hətta namazımızda, hətta qiyamımızda hər şeydə müxalifik də. Yəni onlar başqa bir dindir, yəni onlar bir başqa toplumdur. Aydındır. Onlar deyirlər ki, əgər Peyğəmbər sallallahu aleyhi ve sellem yaxşı bir kimsə olsaydı, sahabələri yaxşı olardı. Və yaxud da ki, özü yaxşı olsa, sahabələri yaxşı olardı. Və s. Və aydın həuləl-ləzini nəqlul Qur'an və İslam və şərai Nəbi sallallahu və humul-ləzini nəqlul fədailə Ali və qeyrihi. Belə baxsaq ki, hansı ki o bizə Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələrindən gələn fəzilət, xüsusən ki Ali radiyallahu anhudan. Ali radiyallahu anhun fəzilətini bəyan edən hədisləri bizə çatdan elə o həmənki sahabələr idi də. Çünki Ali radiyallahu anh durub demir ki, mən bərədə Peyğəmbər sallallahu aleyhi və səlləm belə fəzilət deyir. Ona heç sahabə işdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ali radiyallahu anh tərifləyir, orada nəql edir də. Sən durub indi o nəqli nə üçün ləkəliyirsən? Və s. Fəl-qadhu fihim yucibul əllə yuthiq bimə nəqluhu minəd-din. Yəni onları pisləmək, onların gətirdiyi rəvayətlərdə etibarsızlıq yaradır. Sən bir tərəfdən onları pisləyirsən və onların gətirdiyi o fəzilət barəsində fəziləti hədislə götürürsən və s. Belə olduqda onların fəziləti düşür də. Niyə salmırsan? فَإِنَّهُ لَوْ طَلَبَ مِنْهُمُ النَّاصِبِ Əl-ləzi yibğudu Aliyyən, hansı nasiblə dediyimiz kimi, Əli radiyallahu anh'a buğz edən, nifrət edən kimsələr. Elə firqədir ki, Əli radiyallahu anh istəmirdilər, nasibilər. Rafizlərdə bəzə bir firqədir. Və yə'tiqdu fisquhu və Əli radiyallahu anh'ın fasiq olduğunu bilirlər. Günahkar və ya ki, münafiq olduğunu deyirlər. Və yaxud da ki, kufruhu, artıq küfür olduğunu deyirlər. Zəllaletin həddinə bax. Kəl xavac və qeyrihim. Həmçə xavaricə də bunu deyirlər. Xavaricə birbaşa kafir deyirlər, lakin nasibilər, bəzilər deyirlər ki, o fasiqdir və hətta ki, küfür edib, amma xavaric birbaşa deyirlər ki, yox, əksi. Ən yusbitu imanə Ali və fadluhu ləm yəqdiru alə zəybəl təqlibuhum xavaric. Deyirlər, onlar ki, Əli radiyallahu anh barəsində onun fəzilətini bəyan edə bilmirlər, nasibilər. Çünki artıq deyir, xavaric firqəsi onları üstələmişdir. Yəni, onları artıq öz dəlillərini onlara yeritmişdir. Fəinə fədailə Ali, Əli radiyallahu anh fəzilətini gəldikdə, innəmə nəqalə sahabəti ləzinə qadaha fihim rafida. Onlar bizə çatdıran rafizlərin pislədiyi, tənqid etdiyi sahabələr idi. Adını. Və qalə İbn-i Qeym rahiməhullah وقال الشافعي رحمه الله وقد أثنى الله على صحابته في التوراة والإنجيل والقرآن وسبق لهم على لسان النبي صلى الله عليه وسلم من الفضل. Yəni əvvəlki oxuduğumuz ayədə İmam Şafi deyir ki, Allah Teala həm Quranda, həm Tevratda, həm İncildə peyğəmbərin dilindən sahabələrin fəzilətini bəyan edən ayəni nazil etmişdir. Bizə məlumdur. Yəni bu fəzil İncil ilə İsa əleyhissalamın dövründə və Tevrat dinləmələ, Tevratdan məsələn İncildə Peyğəmbər gəlməyib elə. Peyğəmbərin təbliğatından şahid olacaq kimsələr orada təriflənir. Aydın. Amma ki, onların əsl kitablarına geçsən, bunu orada tapa bilməzsən. Çünki adətə mühərrafədə təhrif ediblər. Bəlkə onlarda olan etiqad heç bu rafizlərdə yoxdur. Yaxşılıq barəsində, sahabələr barəsində. Ki, belə-belə insanlar çıxacaq, bu Peyğəmbərə tabi olacaq və Allah Teala onları öyür tərifləyir. Aydındır.
Aydındır? Elhamdülillah. Həmçinin Şeyx Rüstəm İbn Teymiyyət deyir ki: وَمَنْ لَعَنَ أَحَدَ مِنْ أَصْحَابِ النَّبِيِّ sallallahu aleyhi ve sellem كَمُعَاوِيَةَ بِنْ أَبِي سُفْيَانَ Kim Peyğəmbər sallallahu aleyhi ve sellem sahabədən birisine təni edərsə, pisləyərsə. Misal üçün Muaviyyət ibn Sufyan, Əbi Sufyan. Muaviyyət ibn Əbi Sufyanı misaldır. Və həmçində Amr ibn al-As. Və bunlar bəzi sahabələr kim pisləyərsə, onları lənət oxuyarsa, وَمَنْ هُوَ أَفْضَلْ مِنْ هَؤُلَاءِ Və yaxud onlardan daha fəzilətli başqa sahabələrə Əbu Musa Əl-Əş'ari və Əbu Hureyra və onlara bənzər olan və onlardan daha fəzilətli olan Talha ibn Talha və Zübeyr və Osman və Ali və Ali ibn Əbi Talib və onlardan üstün olan məsələn misal üçün Əbu Bəkr Siddiq və Umar və Ayşə möminlərin anası Ayşə radiyallahu anha və başqaları. فَإِنَّهُ مُسْتَحِقٌ لِلْعُقُوبَةِ الْبَلِيغَةِ بِاتِّفَاقِ أَئِمَّةِ الدِّينِ ki, bütün din alimlərinin ittifaqı ilə bu kimsələrə şiddətli şəkildə cəza verilməsindən deyir, onlar deyir, bunu layiq olurlar, haqq qazanırlar. Kimsə Peyğəmbərimizi, sahabələrini, onun dostlarını və möminlərin anası Ayşə radiyallahu anhə deyir, hazırsan. وَتَنَازَعَ الْعُلَمَا Hər yu'aqu bil-qatl əv mədunəl-qatl Alimlər ixtilaf edərdir ki, onların cəzalandırılması öldürməkdir, yoxsa öldürməməkdir. Kəmə qad bəsat nəzərə ki, fi qeyri hədəl mövdidir ki, bu mövzudur ki, öz yerində, artıq burada yox, başqa yerlərdə deyir İbn Teymiyyə açıqlama, təfsilat vermişdik. Aydındır. Və qalə rahiməhullah həmçin deyir ki, qalə qeyri vahid minəl əimmə bir başqa alim deyir ki, İnnə kullə mən sahibə nəbiyyə sallallahu aleyhi və səlləm əfdal mimmən ləm yəshabuhu mutlaqan. Peyğəmbər sallallahu aleyhi və səlləmin görmüş, onunla bərabər olmuş, onunla həmsöhbət olmuş bir kimsə başqalarından, yəni onu görməmiş, onunla həmsöhbət olmamış, yəni sahabə olmamış bir kimsədən daha üstündür. Mütləq şəkildə üstündür. Yəni sahabələr başqalarından daha üstündür. Sahabələr tabinlərdən daha üstündür. Daha ətbə tabinlər deməkdir, onun üçün onlar görməyiblər də. Aydındır. Yəni nə qədər fəziləti belə göyün səmalarını buluda qədər çatsa belə sahabələr çıxa bilir. Məsələn, Ömər ibn Abdüləziz məsələn, ona bəzən xilafəti Ömər radiyallahu anhun xilafətini oxşadığına görə ədaləti pik nöqtəyə qədər çatdırdığına görə məsələn 5-ci xilafət deyirlər də ona, xəlifə. Amma ki o Peyğəmbərdən, yəni o xəlifədən çox uzaqda olub da. Amma ədaləti güclü olub. Yəni, bu fəziyyətə çatsa belə çatmır deyir onların fəziyyətini. Və ayyanu zəlki fi misli buna təyin eləyək, bildirək, Muaviyə qiyas eləyək də, bir-birini qarşılaşdıraq. Muaviyə İbn Əbi Sufyanla Umar ibn Abdüləziz. Biri sahabədir, Peyğəmbəri görmüş, iman gətirmiş və iman üzrə ölmüş. Və bir də ki, Umar ibn Abdüləziz. Ennəhum mu'tarifun bi anna sirat Umar ibn Abdüləziz a'da min sirati Muaviyə. Hər bir kimsə deyir, bir tarixdən azca oxuyan bir kimsə bilir ki, Ömər ibn Abdüləzizin həyat yolu, sirası Muaviyə, yəni belə deyək də, yəni halal, haram, dini yaşaması deyil, Muaviyə radiyallahu anh yaşayışından daha üstün olub. Ədaləti daha üstün olub. Bunu hamı bilir. Qalu lakin ma hasallahum bis-suhbati min-d-dərəcə. Lakin ki peyğəmbərlə olan söhbətindəki qazandığı, əldə etdiyi o dərəcə əmrun la yusawihi ma yahzulu bi ilmihi. Bir kimsənin elmlə qazandığı, yəni onun söhbəti ilə əldə etdiyi bir kimsə, bir fəzilət başqasının ki bilməsi ilə və ya ədaləti ilə qazanılacaq bir fəzilət deyil. Çünki axır peyğəmbərimizi görüb, gözləri ilə şahid olub. Aydındır. وَاحْتَجُ مِنَ فِي صَحِيبِ Buna da Peyğəmbər sallallahu aleyhi və səlləmin Buxarı Müslim keçin bir hədisini dəlil gətirirlər. لَا تَسُبُّ أَصْحَابِ Əvvəl oxumur. Sahabələrimi söyməyin. İstisna elədi Peyğəmbər sallallahu aleyhi və səlləm. Çünki Peyğəmbərin əlində münafiqlərin adları var idi. Və Quran da nazil olurdu.
Və Peyğəmbərin işarətən deməli ki, filankəs sahabələr münafiqdir. Amma ki, burada Peyğəmbər s.ə.v mütləq şəkildə sahabə deyərəkən vurğuladı, mənimlə heç bir sahabəmi söyməyin. Nəfsim əlində olan Allaha and olsun ki, sizdən birisi Uhud dağı boyda qızıl versə, onlardan birisinin 2 ovuc xurma sədaqəsinə çata bilməz. Mudduna çata bilməz. Bu da ona dəlildir ki, sən nə qədər çabalasan da müəyyən qədər fəziləti çata bilərsən. Amma ki, sahabə fəzilətini çata bilməzsən. Qalu izə kənə cəbələ Uhudun zəhəbən. Əgər ki, bu sədəqə Uhud dağı boyda bir qızıl sədəqədirsə, lə yəbluğunuz muddə əhədihim. Bəzən deyir ki, bu hədisin arxasında bunu unutdum. Deyir ki, 2 ovuca və yaxud da ki, onun yarısına. 2 ovuc yaxud da 1 ovuc verdiyi sədəqəyə çata bilməz. Nasif o da vardı orada. Ya 1 ovuc ya da 2 ovuca çata bilməz. Hələ 2 ovuc desək bəs idi də. Uhud dağı qızıl hara? 2 ovuc sədəqə. Allah Teala deyir ki, yəni o qədər aşağı olarsınız ki, yəni hətta bir Peyğəmbərimiz deyir ki, o qədər aşağı olarsınız ki, hətta bir ovuca çata bilməz. Aydındır? Bu hədisin onu dəlildir. Qalu izə kənə cəbəl, nəm, ləm yəbrunus və muddə əhədin kənə hədə min təfadilu mə yübəyin. Yəni açıq aydın bizə bu hədis onların daha necə fəziyyətli olduğunu bildirir. Ənəhu ləm yəblu əhəd mislə mənəzil ilə əldi ədrakahu bi suhbə Nəbiyyə sallallahu əleyhi. Onlar heç birisi o söhbətdən Peyğəmbərlə həm söhbət olmaqda qazandığı o dərəcəni əldə edə bilməzdi. Ya o deməkdir ki, sən müəyyən bir dərəcə çata bilməsən, yox. Elə sahabələr olub, elə tabinlər olub ibadətdə, bəlkə heç sahabələrdə elə ibadət olmayıb. Elə elm olub ki, bəlkə sahabələrdə elm olmayıb. Amma ki, o ki qaldı fəzilətə gəldikdə isə, çünki artıq sahabə olmaq Allah ixtarallahu, yəni Allah Teala onlar üçün seçib də onu. Yəni Peyğəmbəri seçdi, insanlar içərisində seçdi, paklaşdırdı, təmizlədi, şirkdən, bütün xurafatlardan təmizlədi, İslamın təbliğatı üçün yetişdirdi Peyğəmbərimizi və bu yetişdirmənin altında olacaq insanları da Allah Teala seçdi də. Məsələn, insan deyə bilər ki, mən də o vaxtda olsaydım bu fəziləti qazanardım da. Aydın, yəni Allah Teala'nın seçimidir bu. Yəni Allah Teala bu kimi məsələlərdə onları arzulamaq olmaz. Bəlkə sən o vaxtı Əbu Bakır olmayasaydın, Ömər olmayasaydın, bəlkə Əbu Cəhil olasaydın, bəlkə Əbu Cəhil olasaydın, sən onu fikirləşsən, bugünkü halında sən əgər İslamdasansa, sən bunu düşün də. Nə bilsən, bəlkə Allah Teala vaxtsa Əbu Cəhil eləsəydi. Aydındır. Ona görə, yəni olduğumuz mühitdəki, yəni olduğumuz halda ki, İslam'a görə Allah Teala'ya sonsuz minnətdarlığımız, şükrümüzü bildirməliyik. Aydın, çox belə artıq şeylər istəyic yoxdur. Amma ki, yəni o dərəcə baxımından deyirəm, məsələn 100 dərəcə çata bilərsən. Nə lazım ona çatmaqdan ötəri? Necə çata bilərik biz? İbadət, itaət, tabeçilik. İstisləm olmalısan. Fikirləş ki, sən mütləq şeytanın zərərlərindən, şeytanın oxlarından, hilələrindən uzaq qala bilməzsən. Düzdür, mütləq ki, gəlməlidir. Bir an tərpənsən, necə ki, əsir düşmüsən, əsir düşəni düşmən nə deyir? Təslim ol da. Təslimiyyətin əlaməti nədir? Əllərini qaldır da. Bir anlıq sən silahını əl atsan nə olacaq? Sonu nə olacaq? Öləcəksən da. Bu dünyadakı olan bir cavabdır. Amma ki, ahirətdə isə bəlkə o sənin tərpənməyin, yəni İslamdan qırağa sapmağın sənin qəlbinə küfrün, şirkin, əməllərin boşa olmasını gətirib çarta bilər də. Yəni, biz elə İslamda ola biz sabitliyi qorumaqda çətinlik çəkirik. Gör, İslamda olmayanlar elə namazdan, ibadətdən, itaətdən, zikirdən, belə şeylərdən uzaq olan kimsələrə daimə şeytanın hilələri, oxları daha 2-2 gəlir də. Aydın, ayrılmağı lazım. Gec deyil. Bu dünya hesab, əməl dünyasıdır. Əkim dünyasıdır. Fərz elə yatmışsan, torpaq almışsan, borc götürmüşsən, almışsan ki, yaşayışım tənzimliyimdə. Aldın, məsəl üçün, yaz qabağıdır, qışdı, məsələn, yanvarda almışsan, heç nə əkə bilmirsən də ora. Və yaxud da ki, lap deyək belə, sentyabrda almışsan, deyək ki, arpanın, buğdanın səpilmə vaxtı yaxdır, ən yaxını. Aydındır. Əslində, biçim nə vaxt deyək də, avqustda zadda da, iyun-iyul. Durmuşsan, avqustda deyirsən ki, qardaş, getdik
yığmağa da. Əkimsən. Bir gün maşına da zəng edirsən, gəlir, baxsan, heç nə bitməyib də, yoxdur. Yığacağın heç bir məhsul yoxdur orada. Beləliklə, bu dünyada heç bir ibadətin yoxdur. Nə namaz, nə oruc, nə zəkat, nə yaxşılıqla əmr etmək, nə pislikdən çəkindirmək. Getmirsən orada cənnətin huriləri gözləyirsən orada. Və yaxud da ki, başqa Allahın neymətini, Allahın cəmalını seyr etmək kimi belə bir xüsusiyyətləri gözləyirsən orada. O, belə pişik olur, belə başını tumarlayırsan, nə olur onda? Nə yaranır onda? Məst olur, xumarlanır, yuxu gəlirdi ona. Beləliklə, bəzən bizə elə vaxtdır, bəzən o pişiyin tumarlanması bizə şeytanın tumarlanması başqa cürdür. Hər kəsin, məsələn, başqa iri buynuzlu heyvanın tumarlanması ilə ev pişiyinin tumarlanması eyni olmur da. Həm ki, insanın şeytan tərəfindən tumarlanması eyni olmur da. Bizə deyir, uzatma, elə vaxt deyil, elə var, dostlarım var. Aydındır, söz vermişəm bir həftə sonra getməliyik restorana, orada yiyib içməliyik, haram və s. Görüşün var. Uzaqlaşmağa istəsən, lakin səndə o şeytanın o tərəfdən qapı açdığına görə bir anlıq onu bağlaya bilmirsən də. Deyirsən, oraya gitsən, dostlarım nə deyər və s. Dostlarım nə deyər, cəmaat nə deyər. Bunlar hamısı bizim peşeyi tumarladığımız kimi şeytan tərəfindən bizə tumardır, çəkilir. Lakin Allah Teala bizə daima nə deyilir? Deyir ki, əfələ təqilun, ağlınızı nə işlədirsin? Məntiqli davranın da, məntiqinizi işlədin, ağlınızı işlədin. Boş yerə qoymamışıq ki, o boyda başa, o boyda beyni də. Amma düşünməkdə öntərir də. Aydın, düşünməkdə öntərir. Sonra, məsələtu ət-tafdilu beynə sahabə, sahabələr arasında olan fəzilət. O gələcək təhsilimiz daha geniş şəkildə vurgulayacaq. Zəhə bə'd əhləl-ilm ilə tafdilu bə'də sahabət alə bə'd. Və bəzi kimsələr, yəni bu hədislərə nisbətən də, bu hədisə istinadəndir. Hədisə dayanaraqdan, arxain olaraqdan, arxalanaraqdandır ki, alimlərdən bəzi sahabələrin, müəyyən sahabələrdən adla, müəyyən sahabələrin filan kəsdən daha üstün olduğunu qənaətinə gəliblər. وَذَهَبَ الْبَعْضُ إِلَى الْإِمْسَاكِ عَنْ ذَلِكِ Və bəzi alimlər də yox, bundan əl çəkmədik. Hamı sahabə fəzilətlidir deyən kimsələr də vardır. وَأَنَّهُ لَا يُفَضَّلُ بَعْضُ عَلَى بَعْضٍ Yəni, heç birisi bir kimsədən birisindən daha fəzilətli qılınmaz deyən kimsələr də vardır. Lakin Şeyxülislam İbn Teymiyyə burada görək nə deyir? Lakin bir məna bizim deyirlər, amma lakin əslində mənada bizim lakin kimdir? Ərəblər lakin deyirlər, biz lakin deyirik. Lını ayırıq. Məsələn, necə Allahda Allah edirik. Aydın. Vəlakin izə kənət taftilu alə dərəcətil gaddi anil maftul. Amma əgər, burada bir istisna qoyur. Bir alimlər, belə dala qayıtım, bir alimlər deyir ki, bəzi sahabələrin üstündür, bunu demək olar. Və bəzi deyir ki, yox, bunu demək düzgündür. Çünki hamı sahabə üstündür. Burada Şeyxülislam deyir ki, lakin bu üstünlüyün həqiqətinə gəldikdə isə, amma əgər üstünlük daha az üstünlük verilən, yəni tərifi ondan götürülür və ya ki, onun alçalması kimi bir fəzilət olarsa deyir, bu vurğulanmaz. Məsələn, deyir ki, sən fəzilətlisin, qardaş, sən fəzilətlisən, sən üstünsən. O da üstündür. Bu olar. Amma ki, bunun üstün görməsindəki məqsəd, bunun alçalmasıdırsa, bu olmaz deyir. Başa düşdünüz? Başa düşdün? Elhamdülillah. Sən çox yaxşı başa düşürsən. Həmçinin naqislənməsi buna daxildir. Nuhə an zəlik, yəni bu dediyim ki, bu qadağan olundu. Aydınmı? Bu qadağan olundu. Kəmə nəhə fi hədəl hədisi ən tafdilə alə Musa və kəmə qalli mən qalə ya xeyrəl bəri. Yəni bir də hədisdə Musa aleyhissalama deyir ki, ya xeyrəl bəri, insanlar içərisində yaratılmış ən xeyli insan. Peyğəmbərimiz ki, zəkə İbrahim. Bu İbrahim aleyhissalama xas olan bir şeydir. Və həmçinə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir ki, ənə seyyidu vələdi Ədəm. Mən Adəm övladının ən xeylisiyəm. Və bununla mən fəxirlənmirəm. Ədəmu fəmən dunəhu təhtə livəy yevmül qiyamə və lə fəxra.
və həmçindəki Adəm və ondan sonra gələcək hər bir kimsə mənim bayrağım altında olacaq. Mən buna fəxirlənmirəm. Çünki bu fəzilətli nə üçün burada Peyğəmbərimiz fəxirlənmirəm? Burada bir haşiyə çıxaq. Yəni demək istəyir ki, sən nə qədər fəzilətli olsan da o fəziləti birbaşa özünə şamil etmə, özünə aid etmə. Özünə aid etmə. Onu sənə verən bir Rəbbin var. Allahın fəzlini unutma. Allahın fəzlini unutma. Nə qədər dərəcəyə çatsan, nə qədər üstün olsan belə, nə qədər namazlarda mükəmməl olsan, namaz içərisində müti olsan, günahlardan uzaq olma məhkəm olsan belə, lakin Allahın fəzilətini unutma. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm kimi heç bir kimsə onun dərəcəsi çata bilməz. Bununla bərabər nə deyir? Və lə fəxrə, fəxirlənmirəm. İtiraf ki, verən Allah Teala'dır. Aydındır. Kəzəlikə kələmu fi tafdili sahabə. Həmçinin beləlikdir Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrinə verən fəziləti eynidir. Yuttaqa fihi naqsi əhəd an rütbəti. Bir kimsənin rütbəsindən salınması icazəli deyildir. Və həmçinin buğz olunması. Və hətta ki, filan kəsin filan yəni nalayiq sözlə işlədilməsi icazəli deyil. Necə ki, bunu kimlər etdilər? Rafida. Necə ki, bunu rafizələr etdilər. Həmçinin nəvasiblər. Əllədin yəbxəsunə bə'də sahabəti hüquqahum. Və bəzi sahabələrin də haqlarını qəsb etdilər. Bəzi sahabələrin haqlarını nalayiq sözlə işlətdilər. Və qalə İmam-ı Zəhəbi vəl-qavmu ləhum səvabiq. Hər bir kimsədə və xassən sahabələrdə öndərlər var, öncülər var. Yəni, İslamı əvvəl qəbul edənlər var. Fərz elə. Bizdə də müəyyən bir vaxt olub ki, o vaxtı dini əldə saxlama, namaz, ibadə və s. bu kimi ayinləri əlində saxlama çətin idi. O zamandakı qəbul edən, o çətinliyə dirənən kimsələrlə bugün rahatlıq şəkildə İslamı, dini yaşayan kimsələr eyni ola bilməz də. Həmçində Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin zamanında fərz elə səni təhdid edirlər ki, İslamı qəbul etsən, sənə filan əzablar verəcəyik. Bu əzablara baxmadan nə etdilər? Dirənc göstərdilər və bəziləri uzaq durdular. Bu eyni ola bilməz axı. Bunun misal üçün, məsəl üçün, bir şeyləsənə. Ağart, həm də şeylə. Ağartma, şeylə. İsti sual. Bu məsəl üçün eyni ola bilməzdir. Necə ki, bir düşünün, Əhməd ibn Həmbəl radiyallahu anhunun icazəlidir. Gələcək inşallah. Kitabın əvvəlində demişdir, icazəlidir. Ki, yəni sahabə barəsində və qeyri sahabələr barəsində radiyallahu anhum demək icazəlidir. Çünki sahabələr barəsində radiyallahu anhu xəbər vermək barəsindədir, amma sahabələr barəsində Allah onlardan razıdır. Xəbər sahabələr barəsindədir, dua isə qeyrilərindir. Deyək ki, radiyallahu anhum bir mənada, yəni sahabələr barəsində radiyallahu anhum Allah onlardan razıdır. Taldır. Amma ki, ətbə tabinlər barəsində radiyallahu anh, yəni Allah təala onlardan razı qalsın dua mənasında işlədilir. Düzdür? İmam Əhməd rahiməhullah və ya radiyallahu anhu zamanında Qur'anın məxluq olması barəsində ixtilaf düşdü də. İmam dirəndi. Hətta xəlifənin qabağına kimi çıxdı ki, dönsünlər deyə. Bütün alimlər, zamanındakı alimlər Bahçının təhdidindən qorxub dedi ki, Quran məxluqdur. Və belə bir böyük fitnə yarandı da. Amma İmam Əhməd dirəndi. Və bir 4-5 nəfər qaldı onunla bərabər. Bunlar hətta sürgün etdilər. Və o sürgündən bir neçəsi, səhərsi gün ikisi döndü, 3-ü qaldı. Bəzi yolda dünyasını dəyişdi. Amma İmam Əhməd ta ölənə qədər sözündən dönmədi də. Yəni, belə deyək, o dirənən İmam Əhmədlə o dirənməyən kimsələr eyni ola bilərmi? Fələ. Başqa bir hədisdə deyir ki, Peyğəmbərimiz insanlara içərisinə qarışıb, bu fəziləti başa salır, bir əməlin fəzilətini başa salır. Deyir ki, insanlar içərisinə qarışıb, onlardan gələn əziyyətə dözən bir kimsə, insanların arasına qarışmayıb, onlardan gələn əziyyətə dözməyən bir kimsə deyir, eyni ola bilməz. Çıxırsan, gəzirsən, günah görürsən, uzaqlaşırsan, münkar görürsən, qarşı qoyursan, dəvət məqamı dəvət edirsən, mübarizədəsən də, mücahidədəsən, mücadilədəsən, cihaddasan.
Mücahidə. Amma bir kimsə evdə oturur daima. Eyni ola bilməzdir də. Aydındır. İmam Zəhəbi deyir ki, müəyyən bir kimsələr var ki, müəyyən bir kimsələrdən öncüdürlər. Və a'malun mukaffiratun lima vaqa minhum. Deyir ki, müəyyən bir əməllər vardır ki, o əməllər, onların işlədiyi günahlara qarşı kəffaradır. Yəni, bu bizim etdiyimiz əməllər kəffaradirsə, bu bizim bildiyimizdə müəyyən bir əməllər var ki, etdiyimiz günahlar kəffara. Yəni, onlarda kəffara olmadı mı? Məsəl üçün, onlar nə etdilər? Məsəl üçün, biz çalıbdakı əməllərə kəffara olacaq əməllər. O cihadun məhhaun. Cihad da günahları siləndi, günahlar kəffaradır. Həmçində ibadətun mumahhisatun, həmçinin ibadət də insanı təmizləyir. Və ləsə mimmən yəqlu fi əhədin minhum. Lakin ki, bizlər, rafizlər kimi sahabədən birisində həddini aşan bir kimsələrdən deyilik. O kağızdan kimi qaynamırıq deyə onlara qarşı. Aydındır. Və lənəddəl fihimul ismə. Ki, onların deyil, ismətdə olduğunu, yəni təmiz, günahsız olduğunu demirik. Bəli, onlardan günah vardı olur. Mən əvvəlki dəstəndə deyim, günahsız olmaq, yəni onlar ədalətlidirlər. Ədalətlərində ismət qazandır, amma ki, günahsız olduğunu deyə bilmərik. Çünki bəşərdir də, hər bir bəşərdən günah hasil olur. Və nəqtəu bəənnə ba'dahum afdal min ba'd. Burada İmam Zəhəb deyir ki, biz ondan birinə fəzilətli olub, birisinin daha üstünə ondan fəzilətli olması barəsində danışmırıq. Və nəqtəu bəənnə Əbu Bəkr və Ömər afdalul ümmə. Yox. Deyir ki, burada İmam Zəhəbi bəzən fəzilətli olduğunu deyirik. Və həmçinin Əbu Bəkr və Ömər radiyallahu anhunda həmçinin fəzilətli olduğunu bildirik. Demək, bir Əbu Bəkr Ömər gəlir, sonra deyir ki, bir də fəzilət sayır. Əl-əşərətil məşhudəti ləhum bil cənnə. 10 kimsə var ki, onların cənnət olmalı, o cənnətlik olması barəsində şahidlik gətirib Peyğəmbər sallallahu əleyhi və səlləm. Bunların fəzilətli olduğunu bildirik və həmçinin Həmzə və Cəfər, Muaviyə və Zeyd və ummahatil möminlər əmini və Peyğəmbər sallallahu əleyhi və səlləmin qızları, övladı və əhlül Bədir əhli və kəvnihum alə məratib və bunlar Bədir əhli mərtəbələrinə görə daha fəzilətli sayılır. Thummal afdalu ba'dahum və ondan sonra daha fəzilətli kimsələr, məsələn, misal üçün Əbu Darda, Salman Farisi, İbn Ömər, həmçinin Ridvan beyətində iştirak edən sahabələr və Fəth surəsində də nassan, dəlilən onların fəzilət barəsində buyurulmuşdur. Və sonra da ümumi olaraq da mühacirlər, ənsarlar, məsələn, bunlar məsələn Xalid ibn Valid və Əbbas və Abdullah ibn Amr və hədihil Hələbə və bunlar bəzər. Sonra Səirubə və başqa sahabələr buna da daxil olur. Hansı ki, onlar da Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər mücahidə etdilər, cihad etdilər. Və onlar bərabər həcc etdi, Peyğəmbərlə bərabər həcc etdi. Və ondan eşitdi. Və həmcə mühacir qadınlar, ənsar qadınlar, məsələn, Ummul Fadl və Ummu Hani Əl-Həşimiyyə və başqa sahabə qadınları buna daxil olur. Mühacirlərlə ənsarlar bildirizdə, mühacirlər Məkkədən Mədinəyə hicrət edənlər, ənsarlar isə onları orada qarşılayanlar. Ənsarlar onları qarşılayanlar. Çünki mühacirlər malını, mülkünü, bəzən ailəsini, bəzən uşağını atıb Allah üçün hicrət edən kimsələr idi. Onları Peyğəmbər sallallahu aleyhi və səlləm Suffa deyən bir yeri yerləşdirirdi, məscidin bir küncündə. Çünki qalacaqları yeri yox idi də. Ənsarlar isə onlara yardım edirlər, Mədinə əhli. Mədinə əhli onlara yardım edirlər. Allah Teala onları vəsf edərək deyir ki, yəni həmçinin fey edir, yəni qənimət həm mühacirlərə, həm ənsarlara və onlar üçün dua edən kimsələr üçündür. Amma kim sahabələr söyərsə, ki, onlara deyir, qənimətdən bir pay yoxdur. Aydındır. Bununla mövzumuz sona çatdı. Gələn dərsimizdə inşallah yeni mövzunun davamıdır. Allah Teala bizə iştiq faydalardan etsin. Və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi və səlləm.